Son dövrlər klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu ilə də aranızda nəsə bir kiçik bir anlaşılmazlıq olmuşdu. Yox, anlaşılmazlıq deyildi. Hüseyin dostumuzdur. Çox yaxın münasibətimiz var. Hüseynə söz, şeir, qəzəl lazım olan kimi mən deyərdim ki, tanıdığım meyxançıların içində ən birinci müraciət edəyim mən oluram. Çox yaxındır, dostluğumuz, münasibətimiz var. Demək olar ki, 2 gündən bir danışırıq. Bir də görürsən, telefon vasitəsində maraqlı bir nəsə olan kimi, təzə xəbər olan kimi sənə o mənə atır, mən onu atıram. Bu o anlama gəlmir ha ki, biz danışılmış eləmişik bunu. Mən gördüm o verilişlərin birində dedi Hüseyin ki, Orxan, məsələn, dostumda mı ifa elədiyim mahnılar bayağı mahnılardır. O bayağı sözdə təzə düşüb də bə. Amma mən burada elə sizin efir vasitəsindən Hüseyini salamlayıram və demək istəyirəm ona ki, Hüseyin bilirsiniz, Hüseyin bu son illəri biraz o musiqi təhsili, konservatoriya falan musiqinin o qədər dərinliyinə varıb ki adam. Dərinliyinə varıb ki, o bilirsiniz nətər, məsəl çəkin biləcəksiniz. Məsələn, Məhəmməd Füzulini oxuyan adam üçün, Seyid Əzmi oxuyan adam üçün əlbəttə Orxanın şeirləri adi gələcək. Bildin nə demək istəyirəm? Bu o qədər musiqinin o dərinliyinə gedib ki, bugün əlbəttə bizim oxuduqlarımız ona bayağı görsənə bilər. Amma o qədər tədbirlər qoy, bunu deyim buradan, elə gülməli də olsa Hüseyin özü də baxacaq. O qədər tədbirlər olub ki, Hüseynin o bayağı dediyi mahnılar var. Mən o oxumuşam, Hüseyini ifa eləyib, yaxşı da pul qazanmışıq. Yəni Orxan Lökbətanlı özün bayağı ifaçı sayırmı? Yox, xeyr. Xeyr, Hüseyin dostumuzdur, xətrinə dəysə də deyəcəm, o Hüseynin öz şəxsi fikridir. Bu da mənim şəxsi fikrimdir ki, xeyr, mənim yazdığım musiqilər, mahnılar heç bir bayağıdır. Çünki mən o elə məclis olub ki, illərin bəstəkarı, illərin yazarı belə mən oxuduğum mahnıya fikir bildirib ki, nə gözəldir, bunu kim yazıb demişəm özüm. Sən musiqi təhsilin var demişəm, yox. Əhsən. Orxan Lökbətanlının sənəti barəsində kimlər danışa bilər? Mənim sənətim barədə məndən yaşca böyük ustadlar danışa bilər. Məsələn, bizim Samiyyədən götürürsünüzsə, bizim sənətdən götürürsünüzsə, məsələn, Vüqar Əbdülovu danışdıra bilərsiniz. Niyə onları deyirəm? Çünki bunlar bizə vaxtaşırı o yarışmalarda qiymət veriblər. Namiq Qaraçıqovunu danışdıra bilərsiniz. Hacı Mehmanı, Ağa Mirzəni, Bəs alət ifaçıları qiymət verə bilərmi? Mənanı danışdıra bilərsiniz. Musiqiçilər də danışdıra bilərsiniz. Heç biri məndən narazıdır. Vallah deyirəm sizə ki, indi Hüseyin deyib o sözü atıb o salğa. Hüseyin hər dəfə bir şeylə gündəmə gəlir. Tək mən deyiləm, yəni hamıya sataşa gəlir. Hamı ilə də münasibəti yaxşıdır. Adam elə qurub ki, balans, elə bir buradan dostluq davam edir, buradan qalmağa. Amma başqa musiqiçilərdən vaxtaşırı aslında çıxdıqca sual verir, məsələn, elə klarnet. Yəni hesab edir ki, Orxan Lökbətanlı Hüseyin bunu gündəm üçün deyib. Mütləqdir. Mütləqdir, hər bir şeylə gündəmə gəlməlidir. Hüseyin dostumuzdur, deyirlər. Amma başqa musiqiçilərdən, başqa nə bilim o sahənin adamlarından soruşsunuz, lap xanəndələrdən, müğənnilərdən soruşsunuz mənim barəmdə. Mənə elə gəlir ki, heç kim söhbət tək şəxsiyyətdən getmir, sənətdən də gedir. Heç kim mənfi fikirdə deyil. Çünki niyə? Elə bir məclis, elə bir tədbir, elə bir veriliş yoxdur ki, orada gördüyüm istər xalq artisti, istər əməkdar artisti olsun, ifaçılarımızın hansı rastlaşırsa adama deyin, Hasan mənə bir yazırsan, mən də oxuyayım. Mənə gəl yazdığım bayağıdırsa, o boyda ustadlar mənə deməz ki, birində yaz, mən oxuyayım.